Salam, bugün çevrə üzrə bərabər sürətli hərəkətdən mərkəzi qaçma təcili başlığının suallarının izahına baxacağıq. Elə isə başlayaq. Birinci sual. Hansı şəkildə çevrə üzrə bərabər sürətli hərəkətdən cismin təcilinin istiqaməti düzgün göstərilib? Çevrə üzrə hərəkətdə təcil hər zaman çevrənin mərkəzinə doğru yönəlir. Ona görə də mərkəzi qaçma təcili adlanır. Burada düzgün cavab D variantda göstərilib. Təcil çevrənin mərkəzinə doğru yönəlməlidir. 2. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili hansı ifadə ilə təyin olunur? Düsturumuzda omega və r olmalıdır. A bərabərdir v kvadratı bölünsün r düsturundan. V-nin yerində v bərabər omega r yazsaq, olacaq omega r-in kvadratı bölünsün r. Yəni omega kvadrat r kvadrat böl r. R-lərdən biri getdi, qalacaq omega kvadrat r. Düzgün cavab B variantda göstərilir. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili hansı ifadə ilə təyin olunur? Xətti sürət və radiusundan olan düsturu yazacağıq. A bərabərdir v kvadratı bölünsün r. Yəni xətti sürətin kvadratının çevrənin radiusuna nisbətinə bərabər olacaq. Dördüncü sual. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili hansı ifadə ilə təyin olunur? Mərkəzi qaçma təcili üçün A bərabərdir deməli, omega kvadrat r düsturunu yazsaq, omeganın yerində omega bərabərdir 2pi böl t düsturunu yazacağıq. Onda olacaq 2pi böl t-nin kvadratı vurulsun r. A nəyə bərabər olacaq? 4pi kvadrat böl t kvadrat vurulsun r. Mərkəzi qaçma təcili bu ifadə ilə təyin olunur. Yəni düzgün cavab A variantda göstərilib. 5. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili hansı ifadə ilə təyin olunur? Omega və v ilə olan düstura istinad eləməliyik və yaxud r də ola bilər. Baxaq hansı var burada. A bərabərdir v kvadrat bölünsün r. V-nin yerində omega r yazıb kvadrata qaldırıb r-ə bölsək alınır omega kvadrat r. Omega kvadrat r-i belə yaza bilərik. Omega vur r. Omega r-in yerində burada v yazsaq, onda olur omega v. Və bizim belə bir düsturumuz alındı. A bərabərdir omega v. Yəni, mərkəzi qaçma təcili bucaq sürəti ilə xətti sürətin hasilinə bərabər oldu. Y variantı. 6. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili hansı ifadə ilə təyin olunur? A bərabərdir omega v düsturundan. Omeganın yerində yaza bilərik 2pm böl t. Onda olacaq 2pn böl t vurulsun v. Belə bir düsturumuz alınır. Düzgün cavab olur B variantı. 7. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili hansı ifadə ilə təyin olunur? Biz yenə də yaza bilərik ki, mərkəzi qaçma təcili bucaq sürəti ilə xətti sürətin hasilinə bərabərdir. A bərabər omega v. Omeganın yerində omega bərabər 2pn düsturunu yazsaq, onda olacaq 2pn vurulsun v. Yəni 7-də cavab olacaq D variantı. 8-ci sual. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili hansı ifadə ilə təyin olunur? Biz yazarıq ki, A bərabərdir omega v. Bu dəfə omeganın yerinə periodla olan düsturunu əlavə edəcəyik. Omega bərabərdir 2pi böl t. Yerində yazsaq olacaq 2pi böl t vurulsun v. Yəni B variantı. 9. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili hansı ifadə ilə təyin olunur? A bərabərdir omega kvadrat r düsturundan. Omeganın yerində omega bərabərdir tezliklə olan 2pn düsturunu yazacağıq. Onda olacaq 2pn-in kvadratı vurulsun r. A bərabər olur 4pi kvadrat n kvadrat vurulsun r. Yəni düzgün cavab C variantda göstərilir. 10-cu sual. Maddi nöqtənin verilmiş radiuslu, yəni düsturda r olmalıdır, verilmiş radiuslu. Çevrə üzrə hərəkət zamanı mərkəzi qaçma təcilinin xətti sürətdən asılı qrafiki. A bərabərdir, deməli, v və r ilə olan düstur. Bu v kvadrat böl r düsturudur və buradan görünür ki, A v-dən kvadratik asılıdır, yəni C variantı. 11. Maddi nöqtənin verilmiş radiusu, yəni düsturumuzda r olmalıdır, r konstant.
Verilmiş radiusu çevrə üzrə hərəkət zamanı mərkəzi qaçma təcilinin bucaq sürətindən asılılığı deməli A, omega və R ilə olan düsturu yazmalıyıq. Bu A bərabərdir omega kvadrat R düsturudur və düsturdan da göründüyü kimi A omegadan kvadratik asılıdır. Yəni parabola düzgün cavab göstərilir D variantında. 12. Maddi nöqtənin bucaq sürətinin sabit qiymətində. Deməli, omega sabitdir. Düsturumuz omega olmalıdır. A-nın R-dən. Deməli, A, omega və R ilə olan düsturu yazacaq. Bu A bərabərdir omega kvadrat R düsturudur və burada A R-dən necə asılıdır? Düsturdan da göründüyü kimi A R-dən düz mütənasib asılıdır. Yəni Y variantı. 13. Dövrətmə periodunun sabit qiymətində. Dövrətmə periodunun sabit qiymətində T konstant mərkəz qaçma təcili çevrənin radiusundan biz yazırıq ki, A bərabərdir 4 pi kvadratı R böl T kvadrat düsturunu və burada A R-dən necə asılıdır? Düsturdan da göründüyü kimi A R-dən düz mütənasib asılıdır. Yəni C variantı. 14. Radiusu 6 metr olan R bərabərdir 6 metr. Çevrə üzrə 12 metr böl saniyə sürətlə. Bu xətti sürətdir və 12 metr böl saniyə. Mərkəzi qaçma təcilini tapın. A bərabər sual. A-nın xətti sürət və radiusuna olan düsturumuz belədir. A bərabərdir V kvadratı bölünsün R. Xətti sürətin yerində 12-nin kvadratı, yəni 144. Radius da 6-dır. 144-ü böləcək 6-ya, 24 metr böl saniyənin kvadratı. Düzgün cavab oldu Y variantı. 15. Çevrə üzrə bərabər sürətli hərəkətdə xətti sürət hansı ifadə ilə təyin olunur? Düsturumuzda A və R olmalıdır. Bu, mərkəz qaçma təcilinin A bərabərdir V kvadratı bölünsün R düsturundan. V kvadrat bərabərdir A vurulsun R. V bərabərdir kök altında A vurulsun R. Yəni düzgün cavab 15-də C variantı. 16. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürəti hansı ifadə təyin olunur? Düsturumuzda A və R olmalıdır. A bərabərdir omega kvadrat R düsturundan. Omega kvadrat bərabərdir A bölünsün R. Omega bərabərdir kök altında A bölünsün R-dir. Yəni A variantı. 17. Çevrə üzrə bərabər sürətli hərəkətdə cismin A nöqtəsində təcili. Təcil hər zaman çevrənin mərkəzinə doğru yönəlir. Ona görə də burada da çevrənin mərkəzinə doğru yönələcək. Cavab olacaq A variantı. 18. Çevrə üzrə bərabər sürətli hərəkətdən cismin A nöqtəsində təcili hansı istiqamətdə yönələcək? Mərkəzi qaçma təcili çevrənin mərkəzinə doğru istiqamətlənir. Yəni düzgün cavab D variantında göstərilibdir. 19. Velosipedçi göstərilən trayektoriya üzrə bərabər sürətli hərəkət edir. Hansı hissədə təcilli hərəkət etmişdir? Əgər trayektoriya düz xətdirsə, burada sürətin həm ədədi qiyməti, həm də istiqaməti dəyişmədiyindən orada təcil olmur. Yəni təcil sıfıra bərabər olur düz xətli hissədə. Amma əyri xətli hissələrdə, yəni A-dan B-yə və C-dən D-yə olan bu əyri xətli hissədə sürətin qiyməti sabitdir, bərabər sürətlidir. Amma istiqaməti dəyişdiyindən, çünki burada bir əyri trayektoriya üzrə hərəkət edir. Əyri xətli hərəkətdə istiqamət dəyişdiyindən orada təcil var. Ona görə biz çevrə üzrə hərəkətdə də deyirik ki, təcil var. Baxmayaraq ki, sürətin qiyməti sabitdir. Çünki istiqamət dəyişir və ona görə də burada təcilli hərəkət baş verir. Təcilli, yəni təcil var. Burada əyri xətli hissələrdə təcil olacaq, yəni AB və CD hissələrində cavab A variantı. 20-ci sual. Velosipedçi göstərilən trayektoriyalar üzrə bərabər sürətlə hərəkət edir. Hansı hissədə təcil sıfıra bərabərdir? Düz xətli bərabər sürətli hərəkətdə təcil sıfırdır. Yəni trayektoriyasının düz xəttdə olsun. Gördüyünüz kimi burada B-dən C-yə və D-dən A-ya hissədə həm trayektoriya düz xəttli, həm də bərabər sürətlidir. Ona görə də orada təcil sıfıra bərabərdir. A variantı. 21. R radiuslu çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili hansı ifadəyə təyin olunur? Bizə omega verilib, period verilib. Biz təcilin A bərabərdir omega V düsturunu yazacağıq. Omega qalacaq
xətti sürətin yerində də xətti sürətin V bərabərdir periodla olan 2 pi r bölü t düsturunu yerinə yazsaq, vurulsun 2 pi r bölünsün t düsturunu yazırıq və düzgün cavab burada göstərildi D variantında. 22. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili hansı ifadə ilə təyin olunur? Yenə də təcilin A bərabərdir omega V düsturunu yazırıq. Omeganı saxlayırıq çünki hamısında omega var. Xətti sürətin yerinə isə tezliklə olan düsturunu yazırıq. Yəni 2 pi r n. Omega vurulsun 2 pi r n. Düzgün cavab verilir B variantında. 23. Radiusu 100 metr. R bərabərdir 100 metr. Çevrə üzrə 36 km böl saat sürətlə. Bu sürəti biz metr böl saniyəyə çevirsək, kilometr böl saatı metr böl saniyəyə çevirmək üçün 18-də 5-ə vuracağıq. İxtisar getdi 18 özünə bölünür. 1 dəfə 36, 2 dəfə 2 dəfə 5, 10 metr böl saniyə. Təcili tapacağıq. V və R varsa A bərabərdir V kvadrat böl R düsturundan təcili tapsaq, xətti sürətimiz 10, kvadrat eləyəcək 100, radiusda 100-dür. 100-ü 100-ə böləcək, olacaq 1 metr bölünsün saniyənin kvadratı. Cavab olacaq 23-də A variantı. 24. Radiusu 0,5 metr yazırıq. R bərabərdir 0,5 metr. Maddi nöqtənin bucaq sürəti, yəni omega 10 radian bölünsün saniyədir. Təcilini tapın. Təcil omega və R ilə olan düstur belədir. A bərabərdir omega kvadrat, A bərabərdir omega kvadrat R. Omega 10 kvadratı eləyəcək 100, radiusda 0,5, 100-ü 0,5-ə vuracaq, cavab olacaq 50, yəni A variantı. 25. Radiusu 50 cm, yəni R bərabərdir, metrlə desək 0,5 metr. Dövr etmə tezliyi N bərabər 2 saniyə üstündə mənfi 1. Pi kvadratı 10 verilib, təcil soruşulur. Təcilin A bərabərdir 4 pi kvadratı R n kvadrat düsturunu hesablayacağıq. Bu da bərabərdir. Qiymətləri yerinə yazaq. 4 vur. Pi kvadratı 10'dur. R radius verilib 0,5. Tezliyin kvadratı, tezlik 2'dir, kvadratı eləyəcək 4. 40 vurulsun. 0,5'i 4'ə vuracaq 2. 40'ı 2'yə vuranda olacaq 80 metr böl saniyə kvadrat, yəni D variantı. 26. Radiusu 1 metr yazırıq. R bərabərdir 1 metr. Çevrə üzrə bərabər sürətli hərəkətdə period, bu dəfə periodu verilib 4 saniyə. Pi kvadrat da 10'dur. Təcilini soruşur. Təcilin A bərabərdir 4 pi kvadratı R böl T kvadrat düsturundan hesablayacaq. Qiymətləri yerinə yazaq. 4 vurulsun. Pi kvadratının yerinə 10. Radiusun yerinə 1. Period 4'dür. Kvadratı eləyəcək 16. İxtisar aparsaq 4'dən 16 ixtisar gedir. Burada qalır 4. Burada 1. 10'u böləcək 4'ə. 10'u 4'ə böləcək. Alınacaq 2,5 metr böl saniyənin kvadratı. 26 cavab olacaq Y variantı. 27. Radiusu 1 metr. Qeyd eləyək burada. Radius 1 metrdir. Dövr etmə tezliyi N 5 saniyə üstü mənfi 1. Pi kvadrat 10'dur. Mərkəzi qaçma təcilini. Təcilin tezliklə alınan düsturunu yazırıq. 4 pi kvadratı R n kvadratı bərabərdir. 4 vur pi kvadratının yerinə 10. Radius 1. Tezlik 5'dir. Kvadratı edəcək 25. 40. 40'ı da 25'ə vuranda 1000. 1000 metr böl saniyənin kvadratı. 27'də düzgün cavab D variantı. 28. Cisim çevrə üzrə bərabər sürətli hərəkətin periodu 3 saniyədir. T bərabərdir 3 saniyə. Mərkəzi qaçma təcili A bərabərdir 10 metr böl saniyə kvadrat. Olduğunu bilərək pi kvadratında 10 veriblər. Çevrənin radiusunu tapın. R bərabər sual. Əvvəlcə düsturu yazırıq. Mərkəzi qaçma təcilinin periodlu olan düsturunu qeyd eləsək, 4 pi kvadratı R böl T kvadrat düsturudur. Buradan çevrənin radiusunu tapmalıyıq. Onda R nəyə bərabər olacaq? R bərabər olacaq. Sürətdə A vur T kvadrat, məxrəcdə 4 pi kvadrat. Bu da bərabər. A təcil 10'dur. 10 vurulsun. Period
3'dür. Kvadratı eləyəcək 9 bölünsün 4 vurulsun. Pi kvadratının 10 verilir. 4 vur 10. Onlar ixtisar gedir. 9'u böləcəyik 4'ə. 9'u 4'ə böləndə də alınacaq 2 tam 4'də 1 və yaxud radius bərabər olacaq 2 tam %25 metr. 28'də cavab olacaq Y variantı. 29. Çevrə hərəkət edən cismin xətti sürəti V bərabər 72 km/saat metr/saniyəyə çevirmək üçün 18'də 5'ə vuracaq. Olacaq 20 metr bölünsün saniyə. Bucaq sürəti omega 5 radian bölünsün saniyədir. Mərkəzi qaçma təcilini tapın. Biz təcilin A bərabər omega V düsturunu yazacağıq. Omega 5 V 20 5'ə vuracaq 20'yə olacaq 100 metr bölünsün saniyənin kvadratı. Yəni cavab olacaq B variantı. 30. Tezlik verilibdir. Cisim 2 saniyə üstü mənfi 1 tezliklə n bərabərdir. 2 saniyə üstü mənfi 1 bərabər sürətlə hərəkət edir. Mərkəzi qaçma təcili, yəni A 200 metr/saniyə kvadrat. Radiusunu tapın. Pi kvadratda 10 verilibdir. R bərabərdir sual. Biz düsturu yazırıq. Düsturumuz belədir. Tezliklə olan A bərabərdir 4 pi kvadratı R n kvadrat. Buradan çevrənin radiusunu tapsaq R bərabərdir. Sürətdə A, məxrəcdə isə 4 pi kvadrat n kvadrat. Qiymətləri yerinə yazaq. Təcil verilibdir bizə 200 bölünsün. 4 vurulsun. Pi kvadratının yerində 10. Bir də vurulsun. N kvadrat. Tezlik 2'dir. Kvadratı eləyəcək 4. Demək, ixtisar aparsaq 200-dən 10 ixtisar getdi. Sürətdə qaldı 20. Məxrəcdə 4 vur 4, 16. Yeni 4 ixtisar aparsaq burada qalacaq 5. Burada 4. 4'də 5 və yaxud 1 tam 4'də 1. Yəni 1 tam %25 metr. Düzgün cavab 30'da olacaq B variantı. 31. Radiusu 1 metr. R bərabərdir 1 metr. Çevrə üzrə 10 radian bölü saniyə bucaq sürəti ilə, yəni omega bərabərdir 10 radian bölünsün saniyə. Mərkəzi qaçma təcilini tapın. Təcilin omega və R ilə olan düsturunu yazırıq. A bərabərdir omega kvadrat R. Omega 10'dur, kvadrat edəcək 100. R də 1'dir, 100'ü 1'ə vuracaq. Olacaq təcilimiz 100 metr böl saniyənin kvadratı. Düzgün cavab B variantı. Keçirik 32'yə. Çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin xətti sürəti V bərabər 6 metr böl saniyə. Mərkəzi qaçma təcili A bərabərdir 60 metr böl saniyənin kvadratı. Radiusunu tapın. R bərabər sual. Biz təcilin A bərabərdir V kvadratı böl R düsturundan çevrənin radiusunu R'i tapsaq, R bərabərdir V kvadrat böl A. Xətti sürətimiz 6, kvadrat edəcək 36. Təcilimiz 60'dır. 36'nı böləcək 60'a alınacaq 0.6 metr. Düzgün cavab C variantında göstərilir. 33. Sabit dövr etmə tezliyində, deməli n olmalıdır düsturumuzda. Sabit dövr etmə tezliyində mərkəzi qaçma təcilinin radiusdan asılı qrafiki verilibdir. Dövr etmə tezliyi hansı ifadə ilə təyin olunur? Təcilin tezliklə olan düsturu yazırıq. Bu A bərabər 4 pi kvadratı R n kvadrat düsturudur. Buradan n kvadratını tapsaq, n kvadrat bərabərdir. Sürətdə A, məxrəcdə 4 pi kvadratı R. Tezliyi buradan tapsaq, kök altında A bölünsün 4 pi kvadratı R. Burada biz nə edəcəyik? Bunu belə bir yazarıq ki, 1 böl 4 pi kvadrat ayrı, A böl R də ayrı. 1 böl 4 pi kvadratından kök çıxır, 1 bölünsün 2 pi. Kök altında A böl R. İndi A böl R bu alfa bucağına görə baxanda A qarşı katetdir. R bitişik katetdir. Biz də bilirik ki, qarşı katetin bitişik katetə nisbətən bizə nəyə verir? Bucağın tangensini verir. Onda biz 1 böl 2 pini olduğu kimi saxlayırıq. Kök altı A böl R'in yerində də yazırıq ki, kök altında tangens alfa. Və yaxud buradan n bərabər olur. Tangens alfa kök altında tangens alfa sürətdə 2 pi də məxrəcdə qalacaq. Yəni düzgün cavab 33'də B variantı. 34.
İki maddi nöqtənin radiusları R2 bərabər 3 R1 olan çevrələr üzrə bərabər sürətlə hərəkət edir. Onların mərkəzi qaçma təcilləri eyni olduqda, deməli bu cisimlərin mərkəzi qaçma təcilləri bərabərdir. A1 bərabər A2. Onların tezlikləri arasında hansı münasibət doğrudur? Radiuslar fərqlidir. Dusturu yazsaq, A bərabərdir 4 pi kvadratı R n kvadratı dusturundan biz tezliyi tapsaq, n kvadrat bərabərdir A bölünsün 4 pi kvadratı R. Belə bir düstur alınır. Onda n nəyə bərabərdir? N kök altında A bölünsün 4 pi kvadratı R. Buradan görünür ki, tezlik R-dən kök altı tərs asılıdır. Yəni n1-in n2-yə nisbəti bərabər kök altında R2-nin R1-ə nisbətinə. Bu da bərabər kök altında R2-nin yerində 3 dənə R1 yazırıq. Böl R1, R1'lər gedir, qalır kökdə 3. Məsələn, n1-in n2-yə nisbəti kökdə 3-dür. Yəni n1 bərabərdir kökdə 3 vurulsun n2. 34-də cavab C variantı. 35. Çevrə üzrə bərabər sürətli hərəkət zamanı dövr etmə periodu hansı ifadə təyin olunur? Dusturu yazırıq. A bərabərdir 4 pi kvadratı R böl T kvadratı. Buradan T kvadratını tapsaq, T kvadrat bərabərdir 4 pi kvadratı R böl A. T özü bərabərdir kök altında 4 pi kvadratı R bölünsün A. 4 pi kvadratından kök çıxır. 2 pi kök altında R böl A qalır. R böl A nə deməkdir? R böl A burada biz diqqətlə baxsaq alfa bucağında R bitişik katetdir, A qarşı katetdir. Deməli biz bitişik katetin qarşı katetə nisbətini tapacağıq. Bu da bizə bucağın kotangensini verəcək. Kotangens alfa. Onda T bərabər olar 2 pi kök altında kotangens alfa. Düzgün cavab 35'də olacaq Y variantı. 36. Çevrə üzrə hərəkət zamanı bucaq sürəti hansı ifadə təyin olunur? A, R və omeqanın olduğu dusturu yazmalıyıq. A, omega və R. Belə bir dusturumuz var. A bərabərdir omega kvadrat R. Buradan bucaq sürətini tapsaq, əvvəlcə omega kvadrat bərabərdir A böl R'dir. Bəs omega nəyə bərabərdir? Omega bərabərdir kök altında A böl R. A alfa bucağına görə qarşı katetdir. R isə bitişik katetdir. Onda bu biz bilirik ki, qarşı katetin bitişik katetə nisbəti bizə nəyə verir? Bucağın tangensini verir. Onda yazacaq ki, kök altında tangens alfa. Düzgün cavab 36'da olacaq A variantı. 37. Verilmiş radiusu çevrə üzrə hərəkət edən cismin mərkəzi qaçma təcilinin xətti sürəti asılı qrafikinə görə radiusu tapın. Deməli, A, V və R olan dusturdan istifadə eləməliyik. Bu A bərabərdir V kvadrat böl R dusturudur. Buradan radiusu tapsaq, xətti sürətin kvadratını təcillə bölməliyik. İstənilən nöqtəni götürə bilirik. Rahat olsun deyə bu nöqtəni götürək. Bu nöqtəyə uyğun xətti sürətimiz 2-dir. Kvadratı eləyəcək 4. Təcilimiz 8'dir. 4'ü böləcəyik 8'ə. Onda R bərabərdir 0,5 metr. Yəni 37'də cavab C variantı. 38. Verilmiş radiuslu çevrə üzrə hərəkət edən cismin mərkəzə qaçma təcilinin bucaq sürətindən asılı qrafikinə görə çevrənin radiusunu tapın. Deməli, A, omega və R dusturundan istifadə eləməliyik. R-i tapmalıyıq. A bərabərdir omega kvadrat R dusturudur. Buradan R-i tapsaq, onda yazacaq ki, A bölünsün omega kvadrat. İndi hesablayaq. R bərabər. Bu nöqtəni götürsək, təcilimiz 8'dir. Yəni 8 bölünsün. Omega bucaq sürətimiz isə 2'dir. 2'nin kvadratı eləyir 4. 8'i böləcəyik 4'ə eləyəcək 2 metr. Yəni 38'də cavab olacaq B variantı. 39. Verilmiş radiuslu çevrələr üzrə hərəkət edən cismin dövr etmə tezliyini artırdıqda n artırsa, dövr etmə tezliyi artırsa, onda biz bilirik period tezliklə tərs mütənasib kəmiyyətdir. Tezlik artırsa, onda period azalacaq. Period azalar. Təcil bəs, təcil A bərabərdir 4 pi kvadratı R n kvadrat dusturuna görə tezlik artsa, təcil də artacaq. Yəni düzgün cavab 39'da olacaq A variantı. 40. sual.
Verilmiş radiuslu çevrə üzrə hərəkət edən cismin döyürtmə tezliyini azaltdıqda n azalır. Periodun düsturuna görə t bərabərdir 1/n. Əgər tezliyi azaltsaq, period tərs mütənasib olduğuna görə period artacaq. Period artar. Mərkəzqaçma təcili isə 4pi kvadratı r n kvadrat düsturuna görə tezlik azalırsa, mərkəzqaçma təcili azalacaq. Hər ikisinə uyğun cavab C variantında verildi. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkəti üçün hansı münasibət doğrudur? Çevrə üzrə hərəkətdə həm xətti sürət, həm mərkəzi qaçma təcili modulda sabitdir. Nəyə görə? Çünki onların qiyməti sabit olsa da istiqamətləri dəyişir. Ona görə də modulda sabitdir deyəcəyik. 41Y variantı. 42. Çevrə üzrə hərəkət edən bucaq sürəti hansı ifadəyə təyin olunur? Bizə burada mərkəzi qaçma təcilinin xətti sürətdən asılı qrafiki verilibdir və omeqanı tapmaq təyin olunur. Deməli, biz A, omega və B olan düsturdan istifadə etməliyik. Bu A bərabərdir omega V düsturudur. Buradan omeqanı tapsaq, omega bərabərdir A bölünsün V. Alfa bucağına görə A qarşı katet, V bitişik katetdir. Deməli, biz qarşı katetin bitişik katetə nisbətini tapacağıq. Bu da bizə verir bucağın tangensini. Düzgün cavab burada tangens alfa, yəni 42-də cavab A variantı. 43. Çevrə üzrə bərabər sürətli hərəkətdə dövr etmə tezliyi hansı ifadəyə təyin olunur? Əvvəlcə biz mərkəzi qaçma təcilinin A bərabər omega V düsturundan, omeganın yerinə tezliklə olan düsturu yazsaq, 2pn V alacağıq. Buradan tezliyi tapsaq, yəni n-i, n bərabərdir A bölünsün 2pi V. A böl V bizə burada 1/2p'ni ayrı yazırıq. Bir də A bölünsün V-də yazırıq. A alfa bucağının qarşı kateti, V isə bitişik katetdir. Yəni tangens alfa. Onda sürətdə yazacağıq tangens alfa, məxrəcdə isə 2pi qalacaq. Düzgün cavab D variantında göstərilib. 44. Cismin çevrə üzrə bərabər sürətli hərəkətində mərkəzi qaçma təcilinin çevrənin radiusuna asılılıq diaqramı verilibdir. Hansı nöqtə bucaq sürətinin ən böyük qiymətinə uyğundur? Demək, biz A bərabərdir omega kvadrat R düsturundan omeganı tapaq. Omega kvadrat bərabər A bölü R. Omega bərabərdir kök altında A bölü R. Omeganın ən böyük qiyməti alması üçün mərkəzi qaçma təcili böyük qiymət almalıdır, radius kiçik qiymət almalıdır. Təcilin böyük qiymətləri 2, 4, radiusun kiçik qiymətləri 1, 2. Deməli, uyğun olacaq 2 nöqtəsi 44-də cavab olacaq D. 45-ci sualda cismin çevrə üzrə bərabər sürətli hərəkətində təcilin radiusuna asılılıq diaqramı verilmişdir. Bucaq sürətinin ən kiçik qiymətinə yenə də A bərabərdir omega kvadrat R düsturundan omega kvadrat bərabərdir A bölünsün R. Omega bərabərdir kök altında A bölünsün R. Omeganın kiçik olması üçün təcil kiçik qiymətlər almalıdır. Radius böyük qiymətlər almalıdır. Təcilin kiçik qiymətləri 1, 5. Radiusun böyük qiymətləri 4, 5. Uyğun oldu 5 nöqtəsi. Yəni 45-də cavab oldu A variantı. 46. Çevrə üzrə hərəkətdə xətti sürət və mərkəzi qaçma təcilləri arasında oxşar və fərqli cəhətləri müəyyənləşdirək. Deməli, burada biz baxırıq ki, modulca sabitdir. Çevrə üzrə hərəkətdə həm xətti sürət, həm mərkəzi qaçma təcili modulca sabitdir. 1 ortaq olana getməlidir. Çevrəyə toxunan istiqamətdə yönəlir. Təbii ki, xətti sürət. Zaman keçdi istiqamət dəyişir. Hər ikisinin istiqamət dəyişir. Həm mərkəzi qaçma, həm də xətti sürətin. Düsturlara gəlincə, xətti sürətin V bərabər omega R düsturu var. Mərkəzi qaçma təcilinin isə omega kvadrat R düsturu var. Omega kvadrat R təcilə, omega R isə xətti sürətə uyğundur. 2, 5, 4, 1, 3 A variantı 46-da. 47-ci sualda bizə deyir ki, açar sözləri yerinə yazmalıyıq. Çevrə üzrə bərabər sürətli hərəkət təcilli hərəkətdir. Bu təcil normal yaxud mərkəzi qaçma təcili adlanır. Təcilin modulu sabit qalır. İstiqaməti isə verilmiş nöqtədə nəyə perpendikular olmalıdır? Təbii ki, sürət vektoruna və hər zaman çevrənin mərkəzinə doğru yönəlməlidir. Düzgün cavab 1, 4, 2, 5, 3 D variantında deməli göstərilib. 48-ci sualda
Yenə də açar sözləri yerinə yazmalıyıq burada. Baxırıq. Çevrə üzrə bərabər sürətli hərəkət edən cismin təcili xətti sürət təcil necə yönəlibdir? Əvvəlcə ona baxaq. Çevrənin mərkəzinə doğru təbii ki. Xətti sürət isə çevrəyə çəkilən toxunan boyunca, yəni 4 sonra 3. Radiusu R olan dövrətmə periodu T-dirsə, xətti sürətin düsturu baxın belədir. V bərabər 2πr böl T. Mərkəzi qaçma təcilində isə 4π kvadratı R böl T kvadrat. Belə düsturlarımız var. İndi burada bizə xətti sürətin düsturu 6. Mərkəzi qaçma təcilinin düsturu isə 5. Bu düsturlardan göründüyü kimi verilmiş radiusu çevrə üzrə hərəkətdə xətti sürət radiusdan düz mütənasib asılıdır. Deməli, xətti sürət radiusdan düz, amma periodla necə asılıdır soruşursa, periodla tərs mütənasib asılıdır. Periodu ilə tərs asılıdır. Mərkəzi qaçma təcili isə periodun kvadratı ilə tərs asılıdır. Sonra da 2. 4, 3, 6, 5, 1 sonra 2 B variantında göstərilib. 49-cu sual. Hansı ardıcıllıqla açar ifadələrdən istifadə etsək tamamlamaq olar? Baxırıq burada, deməli, çevrə üzrə bərabər sürətli hərəkətdən cismin təcili çevrənin mərkəzinə doğru, yəni əvvəlcə 4 olmalıdır. Sonra xətti sürət isə çevrəyə toxunan boyunca 3. Radiusu R olan çevrə üzrə hərəkətdə tezlik verilibsə, xətti sürət V bərabərdir 2πrn. Mərkəzi qaçma təcili isə 4π kvadratı n kvadratı R düsturları ilə təyin olunur. İndi xətti sürətə uyğun oldu 5. Mərkəzi qaçma təcili 6. Bu düsturlardan göründüyü kimi verilmiş radiusu çevrə üzrə hərəkətdə xətti sürət tezliklə düz mütənasib 1. Mərkəzi qaçma təcili isə tezliyin kvadratı ilə düz mütənasibdir 2. Deməli 4, 3, 5, 6, 1, 2 C variantında göstərildi. 50-ci sual. A nöqtəsindən saat əqrəbi istiqamətində burada B və C nöqtələrində uyğunluğu müəyyən edin. Əvvəlcə biz baxırıq ki, C nöqtəsində sürət yönəldi yuxarıya, B nöqtəsində isə aşağı istiqamətdə. Təcil həmişə mərkəzə yönəlir. C-də sağa doğru, B-də sola doğru yönəldi. Sürətin istiqaməti şaquli aşağı yönəlib. Sürət hansında şaquli aşağı yönəlib? Təbii ki, bu B nöqtəsindədir. 1 getdi bura. Şaquli aşağıdır B-də. Sürətin istiqaməti yuxarı yönəlib C nöqtəsində 2 getdi C-yə. Təcilin istiqaməti üfüqi sola yönəlmişdir. B nöqtəsinə uyğun gəlir 3. Təcil üfüqi sağa yönəlibdir. C nöqtəsinə uyğun gəlir 4. Bu nöqtədə sürət və təcil vektorları arasında ümumiyyətlə çevrə üzrə hərəkətdə həmişə təcil və sürət vektorları arasında bucaq 90 dərəcə olur. Hər zaman bu belədir. Hər ikisinə uyğundur. Bu nöqtədə sürətin istiqaməti çevrəyə toxunan üzrə yönəlib, sürət də ki, həmişə çevrəyə toxunan boyunca yönəlir. Düzgün cavab B variantında göstərildi. 51-ci sualda da eyni tipdə bir sualdır. Xətti sürət B və C nöqtəsində C-də sağa doğru, B-də sola doğru yönəlib. Təcil çevrənin mərkəzinə yönəldiyinə görə A-da aşağıya, B-də yuxarıya doğru istiqamətləndi. İndi biz baxsaq, nəyə nə uyğun gələcək? Sürətin istiqaməti üfüqi sola yönəlibdir. B nöqtəsində üfüqi sola yönəldi. 1 getdi bura. Deməli, 1 getdi bura. 2-də nədir? Sürətin istiqaməti sağa yönəlibdir. Bu C nöqtəsinə uyğundur. 2 buna getdi. Təcilin istiqaməti şaquli aşağı yönəlibdir. Təbii ki, bu C nöqtəsindədir. 3 getdi bura. Təcilin istiqaməti şaquli yuxarı yönəlibdir. Bu B nöqtəsinə uyğundur. Yer dəyişmə, hər ikisində yer dəyişmə. Deməli, kökdə 2 erdi, 5 ortaq olana getdi. Sürət və təcil arasındakı bucaq həmişə 90 dərəcə olmalıdır. Bu da deməli ortaq olana getdi. Hər zaman belədir. Çevrə üzrə hərəkətdə həmişə sürət və təcil bir-birinə perpendikulyar qalır. Yəni 90 dərəcə olur. 52. Radiusu 2 metr olan çevrə üzrə bərabər sürətli hərəkətdə cisim 20 saniyədə 80 metr yol gedib. Əvvəlcə sürətini tapsaq, V bərabər L böl T-dən 80-i böləcəyik 20-yə. Deməli, sürətimiz olacaq 4 metr böl saniyə. Radius da verilib bizə 2. Təcil tapa bilərik də. A bərabərdir V kvadrat böl R düsturundan.
Xətti sürət 4-dür. Kvadrat eləyəcək 16. Bölünsün 2. Cavab olacaq 8 metr böl saniyənin kvadratı. 52-də cavab olacaq Y variantı. 53. Çevrə üzrə bərabər sürətli hərəkətdə A və B maddi nöqtələrinin mərkəzi qaçma təcilləri arasında bərabərdir deyir. A və B-də mərkəzi qaçma təcilləri bərabərdir. Biz periodlar arasında münasibəti müəyyənləşdirməliyik. A bərabərdir 4 pi kvadratı R böl T kvadratı düsturundan. Biz bilirik ki, periodu tapsaq, period bərabər olacaq 4 pi kvadratı R bölünsün A-ya. T kvadratı buna bərabərdirsə, onda T bərabərdir kök altında 4 pi kvadratı R böl A. Burada təcillər eynidir. Yalnız radiusdan asılığı var. Biz də görürük ki, period radiusdan kök altı düz asılıdır. Yəni TA-nın TB-yə nisbəti bərabərdir kök altında RA-nın RB-yə nisbətinə. Bu da bərabər kök altı. A-nın yerində R, B-nin yerində 4R. R-lə ixtisar getdi. 4-də 1-dən kök çıxdı. 2-də 1. Onda TB nəyə bərabərdir? 2 dənə TA-ya. Düzgün cavab 53'də olacaq C. 54. Çevrə üzrə hərəkətdə A və B maddi nöqtələrinin təcilləri yenə də eynidir. AB-yə bərabərdir. A nöqtəsinin tezliyi 4-dür. NA nöqtəsinin tezliyi 4 saniyə üstü mənfi 1-dirsə, B nöqtəsinin tezliyini tapın. Biz təcilin düsturunu yazsaq 4 pi kvadratı R N kvadrat. Buradan N kvadratını tapsaq A bölünsün 4 pi kvadratı R. N bərabərdir kök altında A bölünsün 4 pi kvadratı R. N R'dən tərs asılıdır. Bu nə deməkdir? Kök altı tərs. NA-nın NB-yə nisbəti kök altında RB-nin RA-ya nisbətinə bərabərdir. NA nöqtəsinin tezliyi 4-dür. 4 bölünsün NB bərabərdir. Kökün altında RB 4R'dir. 4R bölünsün R. Buradan kök çıxır 2. Onda 2 dənə MB bərabərdir 4. MB nöqtəsinin tezliyi bərabər olacaq 2-yə. Yəni 54'də cavab olacaq D. 55. Saat əqrəbi dəqiqə əqrəbindən 2 dəfə qısadır. Onda dəqiqə əqrəbi saat əqrəbindən 2 dəfə uzundur. R dəqiqə 2R, R saat olacaq R. Periodları mütləq yazmalıyıq. Çünki təcil A bərabərdir 4 pi kvadratı R böl T kvadratı düsturu ilə təyin olunur və perioddan kvadratik tərs asılıdır. R T dəqiqə 1 saat, T saat olacaq 12 saat. Onda yazacağıq. R-dən düz asılıdır, T-dən isə kvadratik tərs asılıdır. A dəqiqənin A saata nisbəti bərabərdir R dəqiqənin R saata nisbəti vurulsun. T-dən də kvadratik tərs asılıdır deyə vurulsun. T saatın kvadratının T dəqiqənin kvadratına nisbətinə. Bərabər qiymətləri yerinə yazırıq. R dəqiqə 2R, R saat R vurulsun. T saat 12'nin kvadratı 144 bölünsün T dəqiqə 1'in kvadratı 1. R-lə ixtisar getdi. 144'ü vurduq 2'yə 288. Yəni cavab oldu D variantı. 56. Saniyə əqrəbi dəqiqə əqrəbindən 1,5 dəfə uzundur. Biz yazacağıq ki, R saniyə 1,5 R. Dəqiqə əqrəbi isə R dəqiqə R'dir. Periodlarını da yazsaq, T saniyə, T dəqiqə. T saniyə deməli 1 dəqiqədir. T dəqiqə isə 60 dəqiqədir. Təcillərin nisbətini soruşur. Biz bilirik ki, A bərabərdir 4 pi kvadratı R böl T kvadrat düsturuna görə R-dən düz, T-dən isə kvadratik tərs asılıdır. Onda yazırıq ki, A saniyənin A dəqiqəyə nisbəti bərabərdir R saniyənin düz asılıdır. R dəqiqəyə vurulsun T dəqiqənin kvadratının T saniyənin kvadratına nisbəti. Qiymətləri yerinə yazaq. A saniyənin A dəqiqəyə bərabərdir. R saniyənin yerində 1,5 R.
R dəqiqənin yerində R. T dəqiqənin yerində 60-ın kvadratı 3600. Deməli, T saniyənin yerində 1-in kvadratı 1. R-lər ixtisar gedəcək. 3600-ü 1,5-ə vuracaq. Olacaq 5400. Düzgün cavab 56 da olacaq C variantı. 57. Çevrə bərabər sürətli hərəkətdən maddi nöqtənin periodu 4 saniyədir. Yəni, buradan hərəkətə başladı. 4 saniyə yenidən həmin nöqtəyə qayıdır. Belə çıxır ki, hər hissəyə 1 saniyə sərf eləyir. Və 4 saniyədən sonra yenə başladığı yerə qayıdır. Bir tam dövrə sərf etdiyi zamandır 4 saniyə. 7-ci saniyənin sonundur. Burada 4 saniyə gəldi mi bura? 5-ci saniyədə olacaq burada. 6-cı saniyədə burada. 7-ci saniyədə buradadır. Və burada xətti sürət 90 istiqamətdə yönəlir belə. Təcil isə çevrənin mərkəzinə doğru, yəni yuxarıya doğru yönəldi. Bunu göstərir B variantı. 58. Hansı ifadələr doğrudur? Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətdə A nöqtəsində xətti sürət yönələcək 1 istiqamətində, təcil isə çevrənin mərkəzinə doğru 3 istiqamətdə yönələcək. Deməli, burada doğru oldu 1 və 4-cü ifadələr. 59. O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərində A və B nöqtələri üçün hansı kəmiyyətlərin qiyməti fərqlidir? Burada fərqli olan valdır, yəni xətti sürət, təcil və gedilən yollar fərqli idi. Bizdə təcil var, tezliklər, periodlar, bucaq sürətləri bunlar eyni idi. Bir də gedilən yollar fərqlidir. Demək, fərqli oldu 1 və 5. Burada 1 və 5. 60-da hansı fiziki kəmiyyətlər eynidir deyir. Eyni olanlar period, tezlik, bucaq sürəti, dövrlərin sayı bunlar eyni idi. Fərqli olan isə xətti sürət, təcil və gedilən yollar idi. Bizə eyni olanları soruşur deyə tezlik, period, bucaq sürəti. Yəni burada 2, 3 və 4 deməli fərqlidir. 61-ci sualda deyir ki, radiusu 80 cm olan çevrə üzrə hərəkətdə period 4 saniyədir. Təcilini tapın. A bərabərdir 4 pi kvadratı R bölü T kvadrat düsturundan 4 vur. Pi kvadratın yerində 10. Radiusumuz 80 cm 0,8 metr. Period 4 saniyədir. Yəni 16 kvadratı eləyəcək. İxtisar gedəcək burada. Burada qalacaq 4. Onu vuracaq 0,8-ə 8. 8-i böləcəyik 4-ə. Olacaq 2 metr bölünsün saniyənin kvadratı. Nəhayət, sonuncu sualımızda sürət 18 km/saat metr böl saniyəyə çevirmək üçün vuracaq 18-də 5-ə, qalacaq 5 metr böl saniyə. Tezlik m bərabərdir 3, pi 3-dür. Təcilini soruşur. Bizim xətti sürətimiz varsa, təcili A bərabər omega v düsturundan tapa bilərik. Omeganın yerində də tezliklə olan düstur yazsaq 2 pi n vur v. Qiymətləri yerinə yazacağım. 2 vur pinin yerində 3. Tezliyimiz də 3-dür. Xətti sürət də 5-dir. 2 dəfə 3 6, 6 dəfə 3 18. 18-i də vuracaq 5-ə. Olacaq 90 metr böl saniyənin kvadratı. Bugünkü dərsimiz bu qədər. Növbəti dərslərdə görüşərik.